COP29 Azərbaycan, Bakı. COP30 Braziliya, Belem. Eyni iqlim gündəliyi, amma fərqli səhnələr. Əvvəlcə COP29-dan danışaq. Təhlükəsiz, etirazsız mühit, insidentsiz danışıqlar və ardıcıl qərarlar. Bəli, ötən il 11-22 noyabr tarixlərində Bakıda keçirilən COP29 sakitlik və sabitlik nümunəsi kimi tarixə düşdü. Əsas mövzularından biri iqlim maliyyəsinin artırılması olan COP29-da iqlim maliyyəsi məqsədinin 2035-ci ilədək ildə 300 milyard dollar səviyyəsinə çatdırılması qərarı alındı. Karbon bazarları ilə bağlı razılaşma artırıldı. Paris sazişi üzrə karbon bazar mexanizmləri barəsində müzakirələr aparıldı. Həyata keçirilən qarayaxma kampaniyalarına baxmayaraq 80 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirə 76 min iştirakçı qeydiyyatdan keçmişdi. İndi isə bu ilin 10-21 noyabr tarixlərində Braziliyanın Belem şəhərində keçirilən COP30 tədbirinə nəzər salaq. COP29 ilə müqayisədə COP30-da 60-dan az dövlət və hökumət başçıları iştirak edib, 56.118 nəfər iştirakçı qeydiyyatdan keçib. Üstəlik, COP30-da da diqqət mərkəzində iqlim maliyyəsi, bərabər ədalətli keçid, bərpa olunan enerjiyə keçid və xüsusilə məcburi təbii həyəcanlar dayansa da, kifayət qədər baş verən gərginlik fonunda bu hadisələr bir növ kölgədə qaldı. Məsələn, COP30-da yerli icmalar, xüsusilə Amazondan gələn qruplar konferans binasının Blue Zone adlanan əsas girişini blokladılar. Onların tələbləri arasında torpaq haqları, mədənçilik, neft çıxarılması, qeyri-qanuni ağac qırma kimi məsələlər olub. Aksiya zamanı bir qrup etirazçı konferans məkanına daxil olmağa çalışıb, BMT təhlükəsizlik qüvvələri ilə toqquşmalar yaşanıb. İcma nümayəndələri bizim torpağımız satıla bilməz kimi şüarlarla çıxış ediblər. Etirazçılardan bəziləri dəyənəklə təhlükəsizlik işçilərinə hücum ediblər. Toqquşma zamanı 2 mühafizəçi xəsarət alıb. Braziliya konteksti, yəni Amazon meşələri, yerli torpaq haqları, mədənçilik, neft iqlim danışıqlarına əlavə sosial gərginlik elementi gətirir ki, bu da COP-un gedişatını və gündəmini daha mürəkkəb edib. COP30 çərçivəsində böyük xalq marşı keçirilib, minlərlə insan rəngarəng yürüş edib. Marş zamanı mühafizə olunan Amazon yazılı bayraqlar qaldırılıb. Etirazçılar hökumətdən Amazonun qorunması, torpaq hüquqlarını və iqlim ədaləti üçün daha ciddi addımlar atmağı tələb ediblər. Dünən isə COP30 konferans mərkəzindəki Blue Zone-da böyük bir yanğın baş verib. Yanğın bir pavilyonda başlayıb, daha sonra ətrafa yayılıb. Təhlükəsizlik və yanğın söndürmə xidməti tez reaksiya verib, alov nəzarət altına alınıb. İnsanlar təşviş vəziyyətində evakuasiya edilib. 13 nəfər tüstünün təsirindən tibbi yardım alıb. Xəsarət alan olmasa da, Braziliya Turizm naziri Celso Sabino yanğının ehtimal olunan səbəbi kimi qısa qapanmanı göstərib. Təxminən 6 dəqiqə davam edən yanğın nəticəsində konferans məkanı bir müddət təhlükəsizlik yoxlamaları üçün bağlı qalıb. Braziliya Turizm naziri bildirib ki, xeyli sürətli reaksiya sayəsində ciddi ziyan və insan etkisi olmayıb. Evakuasiya və təhlükəsizlik yoxlamaları danışıqları gecikdirib, bu da razılaşma əldə etmək imkanlarını çətinləşdirib. Bu hadisə COP30 üçün artıq əvvəlcədən mövcud olan infrastruktur risklərini üzə çıxarıb, yəni çadır və pavilyonların təhlükəsizlik standartlarının kifayət qədər yoxlanılmadığı iddia olunub. Beləliklə, COP29 təhlükəsizlik və intizam göstəricisi olduğu halda COP30 ictimai gərginlik və texniki təsadüflərlə yadda qaldı. Arzu Xəlilova, Xəzər xəbər.